Hamıya salam. Bugün sizə 1992-ci ildə çəkilmiş Only Strong filmindən danışacağım. Bizim xalq deyimi ilə desək Caballero filmindən. Filmin rejissoru Sheldon Lecht'dir. Ola bilər ki, tələffüzünü tam dəqiq demədim. Baş rolda isə o dövrdə hələ tanınmağa başlayan Mark Dacascos çıxış edir. Bu film onun karyerasının 3-cü filmidir. Film boyu o, Louis Stevens adlı keçmiş əskəri canlandırır. Filmin hekayəsindən qısa danışım. Xidmətdən qayıdandan sonra Louis doğma şəhəri Miami'yə gəlir və vaxtilə oxuduğu liseyə baş çəkir. Amma bu vəziyyətin çox pis olduğunu görür, çünki məktəbdə narkotik alveri, zorakılıq, ümidsizlik, hər şey var. Gənclərin çoxu cinayətə meyllidir. Müəllimlər isə artıq aciz qalıb, nə edəcəklərini bilmirlər. Louis bunu görəndə fikirləşir ki, bunu dəyişmək lazımdır. Məktəb rəhbərliyinə müraciət edir və problemli, aqressiv 12 gənci götürüb onlarla işləməyə başlayır. Onlara Caballero öyrədir. Zamanla bu məşqlər uşaqların içindəki enerjinin doğru istiqamətə yönəldir. Onları intizam və məqsəd qazandırır. Amma qarşısında ciddi bir düşməni var. Şəhərin narkotik şəbəkəsini idarə edən Silverio. Silverio həm Louis'in keçmişdən gələn köhnə bir tanışıdır. Üstəlikdə ki, o 12 tənəvvərdən birinin dayısıdır. Silverio'nun bir qaydası var. İnsana ən etibarlı dairəsi ailəsidir. Ona görə narkotik işində yalnız öz ailə üzvlərinə güvənir. Beləcə də film sadəcə gənclərin dəyişməsi yox, həm də iki fərqli yolun, iki düşüncənin qarşı durmasına çevrilir. Filmin büdcəsindən danışım. Filmin istisal büdcəsi təxminən 6 milyon dollar civarındadır. Amma Amerikada kinoteatrlarda gəliri 3 milyon civarında olmuş. Yəni film kommersiya baxımından uğursuz sayılır. Sadəcə desək, kassada batmış bir film hesab edilir. Çəkilişlərin bir hissəsi Miami'də, digər hissəsi isə Brasiliya atmosferinə uyğun studiyalarda aparılıb. Döyüş səhnələrində real Caballero ustaları iştirak edir və aktyor Mark Dacascos'un özü də əsl döyüş sənətləri ilə məşğul olduğu üçün səhnələrin çoxu qaşqadırsız oynayır. Maraqlı bir fakt da deyim, bu film Amerikada nə qədər uğursuz olsa da ilk dəfə geniş şəkildə Caballero idman növünün tanınmasına səbəb yaratmışdır. Həmçinin filmdə səslənən Paranauê adlı Braziliya mahnısını sonradan Caballero'nun simvoluna çevrilmişdir. Filmdəki Only Strong ifadəsi isə dəfələrlə təkrarlanır. Bu da Caballero'nun fəlsəfəsini ifadə edir. Ancaq güclü olan sağ qalır. Bu filmlə bağlı tənqidçilər o qədər də yaxşı rəylər bildirməmişdir. Birini nəzərinizə çatdırım, məsələn, məşhur kino tənqidçisi Roger Ebert filmin cəmi bir ulduz verir və deyib ki, bu film sadə düşüncəlidir və real problemləri uşaq kimi təqdim edir. Açığı bu fikirlə bir qədər razıyam, amma o dövrdə bizə bu sadəlik heç də gözümüzə batmırdı. Və yaxud da sizə bir başqa bir tənqid edeyim. Los Angeles Times isə yazırdı ki, film klişələrlə doludur, demək olar ki, heç bir yenilik gətirmir. Bu fikir isə açığı ümumiyyətlə razı deyiləm. Bu gün də klişələr insanlara xoş gəlir və filmlərdə insanlar bunları görməyi sevir. Düzünü desə, heç kim hər filmdə yenilik gözləmir. Dünyada 100-150 film var ki, həqiqətən kino sənətinə yenilik gətirmişdir. Qalan bütün filmlər sadəcə həmin yeniliklərin üzərində qurulub. Ona görə ciddiyə alınası yorum belə hesab etmirəm. Başqa bir şey deyim, məsələn, Rotten Tomatoes saytında tənqidçilər ümumi razılığı cəmi 13% olub. Ona görə deyirəm ki, filmin tənqidçilər ümumiyyətlə filmdən razı deyillər. Amma bütün bunlara baxmayaraq, döyüş filmləri sevən tamaşaçılar filmi pis qarşılamayıblar. IMDb-də reyting təxminən 6.5 bal civarında olub. Yəni tənqidçilər bəyənməsə də tamaşaçılar öz qiymətini yaxşı veriblər. Bəs niyə film kassada batmışdı? Bunun bir neçə əsas səbəbi var. Birincisi, o dövrdə Mark Dacascos və rejissor Sheldon Lecht çox tanınmırdı. Deyirəm də, Mark Dacascos'un cəmi 3-cü filmi hesab olunur. İkinci səbəb marketingi zəif idi. Film düzgün tanıdılmadı, nə də olması cəmi 6 milyoncuq çifir büdcəsi var. Yəni nə qədər böyük bir məbləğ olsa da, kino üçün çox kiçik məbləğdir. Üçüncü səbəb isə Caballero tamaşaçıya yad bir termin idi. O dövrdə onu tanımırdılar. Məhz bu filmdən sonra bu idman növünü tanımağa başladılar. Dördüncü və ən əsas saydığım səbəb isə bu filmin 1993-cü ildə çox güclü rəqibləri vardı. Həmin ildə Jurassic Park, Schindler'in listəsi, Hamilton Man, Hard Target, ola bilər və bu saydığım filmlərin heç birini tələffüz etmirəm. Yəni bu filmlər çox güclü rəqibləri idi. Bu dövrdə Only Strong kimi orta büdcəli bir filmin önə çıxması təbii ki, çox çətin idi. Azərbaycanda isə vəziyyət tamamilə fərqli idi. Dünya filmi unutsa da bizdə bu film çox sevildi. Xüsusilə Cənub bölgəsində Caballero-ya maraq artırmışdı. Gənclər bu döyüş növünə həvəs göstərməyə başlamış və bəziləri hətta Braziliyaya gedib bu idman növünü öyrənib Azərbaycanda tədris etməyə başlamışdı. O dövrdə birinin salto atması, akrobatik hərəkət göstərməsi tamaşaçı üçün inanılmaz görünürdü. Vay dedirtirdi. Bəlkə də məhz buna görə film Azərbaycanda nostalji dəyər daşıyır və bir çoxları üçün uşaqlıq xatirəsi kimi qalır. Ümumilikdə desə Only Strong dünyada kommersiya uğuru qazanmamış olsa da Caballero-nu tanıtdığı tamaşaçılar üçün unudulmaz kült bir filmə çevrilmişdir. Mark Dacascos'un karyerasında isə bu film onun ilk böyük rollarından biri kimi tarixə düşüb və onun tanınmağında mühüm yer tutmuşdur.